Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Məlumunuz olduğu kimi, summativ qiymətləndirilmənin bu il virtual platforma üzərindən, yəni Teams platforması üzərindən keçirilməsi nəzərdə tutulur. Və məsələnin vacibliyi bir çox problemləri ortaya çıxartmışdı. Xüsusilə virtual məktəb platformasında qeydiyyatı olmayan şagirdlər və yaxud virtual məktəb platformasında qeydiyyatda olan müəllimlər və şagirdlərin ola bilər ki, şifrələrini unuda bilərlər. İstəyirəm bu video izahda həmin məsələləri ətraflı şəkildə sizlərə izah edeyim. Gəlin birbaşa olaraq virtual məktəb platformasında necə qeydiyyatdan keçmək olar, sıfırdan onu göstərim dəyərli müəllimlərimiz. Baxın, virtual məktəb axtarış yerinə virtual məktəb yazdıqdan sonra ilk çıxan seçənəyə vurursunuz. Ardınca baxın dəyərli müəllimlərimiz, aşağıda iki seçənek başlayır. Virtual məktəbdə şagird qeydiyyatı və virtual məktəbdə müəllim qeydiyyatı. Birinci butona vurduqda şagirdin qeydiyyatı həyata keçirilir. Burada dəyərli müəllimlərimiz şagirdin fin kodunu yazırsınız və doğum tarixini yazırsınız. Fin kod rahatdır zaten. Yəni yazdıqdan sonra doğum tarixini yazan zaman ən çox çətinlik çəkirlər müəllimlərimiz bu hissədəki. Müəllim bir-bir getmək lazımdır, xeyr. Həmin bu hissəyə, dəyərli müəllimlərim, bax bu hissəyə bir dəfə toxunsaq və bir dəfə də toxunsaq, artıq illəri geri çəkmək daha rahat olacaq. Yəni bunu bilmiş olmağımız olduqca vacibdir. Bu məlumatları vurduqdan sonra, dəyərli müəllimlərimiz, davam et butonuna vuracaqsınız. Orada zaten bütün seçənəkləri doldurduqdan sonra bir saat ərzində sizin şagirdlərinizin virtual məktəb platformasında üzvlüyü təsdiqlənəcəkdir. Bu oldu şagird qeydiyyatı. Müəllim qeydiyyatı da eyni prosedurdur. Fin kod və doğum tarixinizi qeyd eləməklə davam et butonuna vurduqdan sonra açılan pəncərədə dəyərli müəllimlərimiz tələb olunan məlumatları doldurduqdan sonra artıq siz də virtual məktəb platformasında dolayısıyla Teams, yəni Teams-ə girən zaman tələb olunan UTIS kodla şifrəni yazıb rahat şəkildə orada prosedurları icra edəcəksiniz. Ən çox qarşılaşan problemlərdən biri isə, əziz müəllim həmkarlar, şifrənin bərpası ilə bağlıdır ki, müəllimlərimiz şifrənin bərpa olunmasında çətinlik çəkirlər. Mən sizə bunun çox qısa və alternativ yolunu göstərəcəyəm. Fərqi yoxdur, siz şagird kimi və yaxud müəllim kimi şifrənizi itirmişsinizsə, yenə aşağıdan, baxın bu hissədən mən müəllim kimi göstərəcəyəm. Virtual məktəbdə müəllim qeydiyyatı. Bura vuracaqsınız dəyərli müəllimlərimiz. Burada yenə UTIS kodunuzu yazırsınız. Doğum tarixinizi yazırsınız dəyərli müəllimlərimiz. Doğum tarixinizi yazan zaman diqqətli olun. Baxın 1997 dekabr 18 və salam. Butona vurduqdan sonra baxın burada görürsünüz, qeyd olunur ki, bu istifadəçi artıq qeydiyyatdan keçib. Yəni zaten şifrəsini itirən müəllim qeydiyyatdan keçib ki, şifrəsi artıq belə deyək də onun nəzərindən qaçıb. Nə edəcəksiniz? Baxın bu hissəni avtomatik olaraq kopyalayacaqsınız. Rəqəm olan hissə lazımdır bizə. Baxın bu hissəni kopyalayacaqsınız. Kopyalayandan sonra müəllimlər qayıdırsınız geriyə. Bax burada nə yazılıb? Yazılıb şifrəni bərpa et butonu. Şifrəni bərpa et butonuna vurduqdan sonra bayaq kopyaladığınız rəqəmləri buraya əlavə edirsiniz. Yenidən deməli neyinirsiniz? Fin kodunuzu daxil edirsiniz və yenə doğum tarixinizi əlavə etdikdən sonra 1997 dekabrın 18-i. Burada gördüyünüz təhlükəsizlik kodunu bura daxil edəcəksiniz. Sizdə fərqli rəqəmlər olacaq. Çox güman ki 6337 davam et. Baxın müəllimlər, davam etə vurandan sonra sizdən bura qoyacağınız parol istəyirlər. Biz bura istənilən parolu qoya bilərik. Yəni parolu hər kəs özü qoyur. Parolunu qoyduqdan sonra təsdiq edirsiniz və bir saat ərzində bura qeyd elədiyiniz parol artıq sizin kabinetin parolu halına çevrilir. Ümid edirəm ki, müəllimlər, bura qədər problemimiz yoxdur.
Müəllimlər, burada Teams proqramını yazırsınız. Yəni zaten hamımızın telefonunda var. Açırıq buranı. Sadəcə məndə əvvəlcədən qeydiyyat olunub deyənəm. Yəni məndə artıq qeydiyyat proseduru həyata keçirilib. Mən hesab əlavə etə vuracağam. Hesab əlavə etə vurandan sonra deməli bayaq yadınıza gəlir rəqəmlər götürmüşdük oradan. Onların axırına deməli nə edirsiniz? Bu rəqəmləri add student eduazı da vurursunuz. Növbəti butonuna vurursunuz dəyərli müəllimlərimiz və məndə sadəcə qeydiyyat olunduğuna görə birbaşa olaraq gəldim öz şəxsi